Talep və Ramiz Mehdiyevin köməkçisi həbs olundu. Yəni, prinsipcə Ramiz Mehdiyev ətrafında baş verənlərdən sonra məhz onun rəhbərliyi altında, onun sağında və solunda işləyənlərin həbs olunması gözlənilirdi. Amma uzun müddət keçdi və artıq həbs olundu. Düzdür, həbs ittihamları hələ tam aydın deyil, amma böyük ehtimalla ki, yəni deyilənlər və yazılanlar da ondan ibarət ki, məsələn, Ramiz Mehdiyev məsələsi ilə bağlı həbs olunub. Biz bilirik, Ramiz Mehdiyev müstəqil Azərbaycan tarixində heç kimə elan olunmayan ittihamlarla ittiham olunur. Dövlət verilişinə cəhd, vətənə xəyanət və dövlət mülklərinin qanunsuz olaraq legallaşdırılması maddələri. Təbii ki, Ramiz Mehdiyev gedib hansısa JEK-in qabağında növbə gözləyib onları eləmir. Bunu edən müəyyən bir adamlar var ki, Ramiz Mehdiyev işləyən adamlar və Ramiz Mehdiyevin tapşırığı ilə bu işi görən adamlar var ki, bu adamlar da bugün hədəfdədir. Necə düşünürsünüz? Yəni, bu həbs dalğası davam edəcəkmi? Daha, belə deyim, Ramiz Mehdiyevə yaxın olan adamlardan həbs olunanları görə biləcəkmi? Vəziyyət çox yaxşı bir ifadə işlətdiniz ki, müstəqil Azərbaycan tarixində hələ heç kəsə elan olunmayan ittihamlarla Ramiz Mehdiyevə qarşı dövlət adından Səbail rayon məhkəməsi tərəfindən ittiham sürülübdür. Bilirsiniz ki, qondarma Qarabağ rejiminə rəhbərlik etmiş və Əli Azərbaycan xalqının qanına batmış o xunta rejiminin eks-prezidentləri dırnaq arası, digər vəzifəli şəxslərin Bakıda məhkəməsinə Azərbaycan mediası əsrin məhkəməsi adını veribdir. Mən deyərdim ki, əsrin məhkəməsi onların deyil, məhz Ramiz Mehdiyevin barəsində elan olunan o ittiham aktı ki var, vətənə xəyanət, dövlət verilişinə cəhd və dövlət əmlakının mənimsənməsi, legallaşdıraraq şəxs özəlləşdirilməsi ittihamları, bunların hər biri ayrı-ayrılıqda bir şəxsin tək başına həyata keçirəcəyi cinayət əməli deyil.